Ümumdünya Psixi Sağlamlıq Günü çərçivəsində işçi qrupun ilk iclası keçirilib. İclasda çıxış edən Azərbaycan İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva psixi sağlamlıq hüququnun beynəlxalq sahələrdə geniş yer aldığını bildirib. O, bu sahədə beynəlxalq prinsiplərə əsaslanaraq ölkəmizdə həm hüquqi baza, həm də praktik tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edib. Səbinə Əliyeva vurğulayıb ki, yaradılmış işçi qrup mütəxəssislər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq üçün önəmli platformadır və bu, psixi sağlamlıq sahəsində insan hüquqlarının müdafiəsinə töhfə verəcək. Tədbirdə Ombudsman təsisatının bu sahədə gördüyü işlərin əhəmiyyəti qeyd olunub. Mövcud problemlərin həlli ilə bağlı müxtəlif təklif və tövsiyələr səsləndirilib. Ümumilikdə psixi sağlamlıq və insan hüquqlarının qorunması ayrıca bir fərdin problemi olaraq düşünülməməlidir. Ümumilikdə hər bir cəmiyyətin maraq və mənafeləri baxımından olduqca önəmlidir. Ona görə bugün burada bu işçi qrupun üzvləri tərəfindən səsləndirilən təklif və tövsiyələr, fikirlər olduqca əhəmiyyətlidir və gələcək fəaliyyətimizdə nəzərə alınacaqdır.